Sabahınız xeyirli olsun dostlar. Planet FM 88.7'ni dinləyirsiniz. Tam vaxtı hələ yerindədir. Tam vaxtı davam edir. Cavid Neymətzadə, Rəhman Rəsulov və bu andan etibarən bizim studiyamızın qonağı yol əhvalatında Lətifə Qarayevadır. O həm səyahət blogeri kimi tanınır, eyni zamanda Azalın əməkdaşıdır. Sosial şəbəkədə müəyyən məsələlərə diqqət yetirir, nəzarət edir və biz də bunları müşahidə edirik. Xoşumuza gələnlər like də edirik. Sabahınız xeyir, xoş gəlmisiniz. Bir dəqiqə, üzr istəyirəm. Açdım səsinizi. Necəsiz? Sabahınız xeyir, yaxşıyam, çox sağ olun. Xoş gəlmisiniz və daha çox da özü də səyahət eləyir. Bir SMM mütəxəssisi olaraq dünyanı gəzib kəşf etməyə xoşlayır bu məsələdə. Son olduğunuz ölkə səfərimizə İtaliya oldu. İtaliya olub, bir həftə qabaq qayıtmışam. Ümumiyyətlə, mən uşaq vaxtından səyahət eləyirəm. Sağ olsun valideynlərim bu həm təhsillə bağlı filan göndəriblər. Ona görə, yəni uşaqlıqdan səmadayam. Nə gözəl, xaricdə təhsil almısınız. Bəli. Harda? Foundationu Amsterdamda, bakalavr isə Vilniusda, Litvada. Foundation deyəndə, yəni məktəb vaxtından harasa təxminən 9-cu sinifdən. Yoxsa orada elə bil ki, bəzi universitetlərə giriş üçün sırf 11-dən əlavə 12-ci sinif olmalıdır. Mən də elə bil o 12-ci sinifi orada bitirəndən sonra orada 4 dənə fakültə verirlər ki, sən seçim eləyəsən. Ekonomikadır, hüquqdur, psixologiyadır. Onlardan birini seçib davam edirsən. Mən də elə o vaxtdan marketinq sahəsindən davam edirəm. İqtisadiyyatı seçdiniz. İqtisadiyyatı yox, daha çox bizdə beynəlxalq biznes menecment, amma əsas seçim olaraq mən marketinqi seçmişdim. Yəni o vaxtdan da marketinqdəyəm. Bu foundation məsələsi mənim diqqətimi cəlb elədi, sözün açığı. Orada dation sözü daha çox səni cəlb elədi. Bu foundation üçün yaş məhdudiyyətimi deyim, şərtlərmi deyim, necədir? Ölkələrə görə, insana görə, aldığı təhsilə görə dəyişir, yoxsa necə? Əslində hər ölkəyə foundation oxumaq ehtiyac yoxdur. Məsəl üçün Litvanın özünə, Latviyaya, Estoniyaya foundation tələb olunmur. Amma ki, əgər Hollandiyada oxumaq, yəni Niderlandda oxumaq istəyirsinizsə, İngiltərədə oxumaq istəyirsinizsə, bu tip böyük universitetlərin çoxsunda foundation tələb olunur ki, 12-ci sinif bitsin kimi və burada da sizin bakalavrda seçəcəyiniz fakültəyə əsasən foundation proqramları olur. Maraqlıdır. Bizim 11 illik təhsilə etibar etmirlər, əmin deyirlər. Ona görə bu foundation vacibdir, yoxsa nə ilə əsaslandırmaq olar? Mən düşünmürəm, çünki bizim foundationda keçdiyimiz belə sırf bakalavra hazırlığı idi da. Mən orada spesifik yalnız ingilis dili keçmirdim. Orada psixologiyada keçirdim, politikada keçirdim ki, onlar başa düşsün ki, mən birinci kursa keçəndə onu oxuya bilərəmmi? Ümumiyyətlə seçdiyim bu fakültələrdən birini oxumaq qabiliyyətim var, yoxsa yoxdur. Ona görə də hamısının imtahanı da ayrı olur və sonda siz məsəl üçün politikanı seçmək istəsəz belə, sizin nəticəniz aşağı olsa, amma ekonomikada yüksək olsa, siz politikaya keçə bilməyəcəksiniz. Mən bir dənə də sual verim. O foundationa imtahan verəndə bizim 11 illik təhsil sistemindən yadınızda qalanlar sizə kömək oldu, yoxsa lazım olmadı? Orada yalnız IELTS imtahanı verirsiniz, elə keçirsiniz. Yəni IELTS-ın da ortalaması 6-5 olmalıdır. Bəziləri var ki 5-5 də qəbul edir. Yəni 5-5-dən yuxarı olmalıdır. Ondan sonra elə bil onu da bitirəndən sonra yenə IELTS imtahanı verirsiniz və artıq universitetin tələbinə görə, məsələn məndə 7 idi. 7-ni keçməlisiniz ki, siz artıq bakalavra keçid eləyə biləsiniz. Təbrik edirik. Nə, IELTS ingilis dil biliklərini yoxlamaq üçündür. Səndə də alman dilidir. Bəli, mən də var. Ona görə bəli, sən alman dilini təzə öyrənirəm. Yeri gəlmişkən biraz çətindir, amma amma mən sizə deyim ki, nə yazırsınız, onu da oxuyursunuz da. Ondan yaza bilsəm oxuyacağam. Ondan gözəli nə var? Mən təklif verim, biraz da işindən danışaq. Hava yolları şirkətində fəaliyyət göstərirsiniz. SMM sahəsində. Bəli. İşinizin bir gedişatını, çətinliyini, asan tərəfini. Cəmaata elə gəlir ki, SMM işləmək çox rahatdır. Yəni, kim ki əsas işindən uzaq düşür, hansısa səbəblərdən, geri SMM öyrənir. Nə var ya, oturursan kompüter qabağında, 2 dənə şəkildir. Üstünə yazdığın ki, filan Bakıdan Tbilisiyə uçuş 425 manat, misal üçün. Paylaşdın, getdi. Budur. Əslində özdə indi də dilər süni intellekt var, işinizə lavasanlaşıb.
Əslində mən marketinq sferasında oxuyanda, yəni ümumiyyətlə marketinq oxuyanda mən düşünürdüm ki, bu marketinqin bir çox sahəsi var və bunlardan əsası da dizayndır. Mən dizayner kimi başladım özümü inkişaf elətdirməyə və ümumiyyətlə bu ikisinin bir-birinə olan belə məntiqini başa düşməyə, hansı ki indi mənim işimdə bu mənə çox kömək olur. Mən verdiyim brieflər əsasında, yəni məzmun yaradanda artıq onun vizual necə olacağını əvvəlcədən görə bilirəm və editlərimi də ona uyğun verə bilirəm. Mənim işimin əsas forması əslində fərqli belə komandalarla işləyib və əsas da məzmun yaratmaqdır, video çəkilişləri hazırlamaqdır, yeri gəldiyində ssenarilər yazmaqdır və s. bu tipdədir. Düşünürəm ki, hər kəsin işi individualdır. Sadəcə məsələn bizim komandamız çox böyükdür və hər kəsin özünün fərqli bir işi var. Yəni dizayner ayrıdır, sosial media mütəxəssisi ayrıdır. Orada performans komandası var, hansı ki reklamları yerləşdirir. Yəni hər biri ayrı formada bölündüyü üçün hər kəs öz işinin belə deyək mütəxəssisidir. Çox vaxt Azərbaycanda SMM deyəndə bunların hamısı bir paketdə olduğu üçün biraz əslində yaxşı səslənmir. Amma hər biri əslində ayrı sahədir və Narahat olma, cool səslənir. Əladır. Hamısı ayrı sahədir və bizdə hər birinin öz mütəxəssisi olduğu üçün işdə belə uğurlu olur. Konkret olaraq sizin işiniz nədən ibarətdir? Yəni siz hədəfləri seçirsiniz, auditoriyanla işləyirsiniz yoxsa? Mənim əsas işim əslində məzmun yaratmaqdır. Yəni gördüyünüz məsələn hal-hazırda Azal Miles məndə olduğu üçün Azal Miles'da gördüyünüz kontentlərin 90%-i mənim özümə aiddir. Həmçinin video çəkilişlərdə fərqli komandalarla işləyib axıra belə gözəl nəticələr çıxardırıq. O 10%-i götürmək üçün bəs nə tələb olunur? 10% başqaları götürür. Orada bizim komandada kampaniyaları yaradanlar var ki, kampaniya vizualları özü çox fərqli bir hissədir. Daha məsuliyyətli düşünürəm ki, hissələrdən biridir. Çünki birbaşa müştəriyə bütün endirim və s. bunları çatdırır. Həmçinin bizim arxa fonda işləyən bu operativ cavablandırmaları eləyənlər var. Yəni böyük komandadır. Ona görə hər kəsin işi fərqlidir. Bütün o 100% də özümə götürə bilmərəm. Həmçinin kontentdən əlavə arxa fonda çalışan nə qədər. Biz bütün komandaya uğurlar arzulayırıq, o cümlədən başda siz olmaqla. Amma bir sual vermək istəyirəm. Sual nədən ibarətdir? Heç olubmu ki, indiyə kimi, misal üçün bir çox SMM komandasında çalışanlar, insanlar düşünürlər ki, tutaq ki, sənin Facebook, Instagram, TikTok fərq eləmir. Onun arxasında oturub cavablandıran şəxs hələ bir ki, hər şeyi bilir və sən nə yazsan sənə cavab yazacaq. Mən bir misal üçün atıb belə deyir, yəni xanım hər şey əla idi, amma o uçduğum zaman təyyarədə verdiyiniz aşın biraz qarasından narazı idim. Yəni falan. Yəni bu tip primitiv o qədər yəni suallar çox olur da adətən də. Sözün açığı mən deyərdim ki, bu sualları cavablandıranlar mən hardasa onların yerində işdə olmaq istəməzdim. Yəni bu məsələ də var. Buradan komanda yoldaşıma salam verirəm ki, o bu tipdə yəni cavabları, sorğuları tez-tez alır və ondan əlavə doğrudan da bu cavablandırma komandası çox böyük olduğu üçün onlar yəqin ki, bu tip suallarla qarşılaşırlar. Amma əlbəttə ki, hər bir sual, hər bir sorğu bizim üçün çox önəmli olduğu üçün sırf bunlarla məşğul olan mütəxəssislər də var ki, o dediyiniz aşkaraya belə diqqət edirlər və növbəti dəfə daha yaxşı aşkar olması üçün çalışırlar. Bax belə, dostlar, deməli qonağımızın işlədiyi şirkət haqqında çox danışmayaq. Keçək əsas məsələlərə, çünki bizə bu maraqlı olan məsələ onun gəzdiyi ölkələrdir və bundan başlamaq istəyirəm. Misal üçün İtaliyada siz 7 gün oldunuz və 3 şəhərdə gəzdiniz. Bir dənə mənim məqam maraqlı gəldi ki, sonda o pilləkanda oturub nəsə makarondan, pastadan yeyirdiniz. Bu sonuncu gün idi, xərclədiyiniz pul idi, yer yox idimi restoranda, nə məsələ idi? Mən əslində İtaliyada artıq 5-ci dəfədə oluram. Yəni ora çox tez-tez gedirəm və oranı da tranzit kimi istifadə edirəm bəzən ki, harasa gedim. Bu dəfə biz öz dostlarımızla ilk dəfə idi ki, səyahətə çıxırdıq və belə deyək də 7 ildən sonra ilk dəfə harasa getmək bizim üçün çox böyük bir şey idi və bunun üçün də İtaliyanı seçdik ki, İtaliyada yeyəcəyik, içəcəyik, gəzəcəyik, hər şey əla olacaq.
Və elə də oldu. Əslində ilk başlayanda mən qoşulmadım, çünki onlar Milandan gəldilər. Mən Romadan gəldim. Mən Milanı o qədər də sevmədiyim üçün özümü riskə atmadım ki, mən Milana Niyə getmək Milanı istəmirəm. bir xanım Milanı sevmir? Fashion nə desəz orada, Fashion, nə bilim, fashion, hər nə şey. istəyirsiniz orada? Yəni O nə? fashion başqa yerlərdə tapdığım üçün Milan o qədər də mənə maraqlı deyil. Yəni bilmirəm, orada çox gəzməli yerlər var, amma bəzi şəhərlərin enerjisi var ki, insanı tutmur. Soyuqdur deyirlər Milan bir balaca. Yəni Milan şəhəri mənim üçün elə düşünürəm ki, çox da uyğun olmadı. Çünki 2 dəfə şans verdim və ikisində də o qədər də xoşbəxt ayrılmamışam oradan. Niyə, nəsə baş vermişdi yoxsa? Yox, sadəcə orada olanda elə fikirləşirəm ki, yəni özümü yaxşı hiss eləmirəm də. Adı vardı. Mən belə başa düşdüm. Mən sənədiyim söhbət orada kifayət qədər maraqlı brendlər var. İndi adlarını çəkmək istəmirəm ki, yəni bizdə reklam olmasın, amma məsələn ki, onların brendləri o qədər yəni bahalı brendlərdir ki, yəni adam girir, bilmir də, onsuz da heç almır. Bəlkə bu sizi kədərləndirir. Başa yox, o məni kədərləndirmir. Cavidi tutub çıxıb gedəcək, bəsdir görək. Kədərləndirmir. Əslində mən orada heç vaxt gedib alış-veriş eləməmişəm, düzünü desəm. Çünki İtaliya digər ölkələrə nisbətən daha bahadır. Mən çox vaxt Almaniyadan gedib bütün alış-verişimi eləyirəm və ya İspaniyadan. Almaniyada hansı şəhərdə alış-veriş edirsiniz? Almaniyada Stuttgarta çatana yaxın Outstingen, əgər düz tələffüz eləyirəmsə. Outstingen. Nəsə elə bir şeydir. Bir outlet şəhərciyi var. Yəni çox böyük bir şəhərdir və şəhər yalnız outletlərdən ibarət. Yəni ancaq mağazalardır. Maraqlı faktdır. Və orada lüks markalardan aşağı markalara qədər hər şey var. Və mən oradan alış-veriş eləyəndən sonra başa düşdüm ki, mənim üçün əsas alış-veriş nöqtəsi oradır. Amma hər dəfə ora getmək də olmur, çünki Stuttgartdan bir 45 dəqiqə məsafədədir. Ora maşınla getmək daha uyğun olar. Ona görə Almaniyanın digər şəhərlərinə gedəndə alış-veriş edirəm. Çünki digər şəhərlərdə belə qiymət İtaliyadan daha ucuz olur və mən İtaliyadan qabaq 2 həftə Almaniyada qalmışdım. Elə Almaniyada bütün alış-verişimi eləmişdim deyə İtaliyada sırf alış-veriş üçün əlavə bir xərcim çıxmadı. Ona görə də əslində maraqlı faktdır dediniz Lətifə xanım. Mən yəni bilmirdim ki, Almaniyada belə bir şəhər var ki, outlet şəhəridir və orada alış-veriş etmiyorlar. Yəni bu mənim üçün maraqlı fakt. Çox böyük. Əslində biz ora çox anidən oldu. Yol üstü idi. Stuttgarta gedirdik və Stuttgarta gedəndə elə oldu ki, dedim baxım görüm nə var burada, alış-veriş eləməyə yer əlbəttə ki. Oradan bəxtdən çıxdı ki, Outlet City gedir də adı. Outlet City var, gedək baxaq. Sonra araşdırdım ki, Avropanın ən böyük outletlərindən biri imiş və çox gözəl idi ora. Yəni ora gedib səhərdən axşama qədər full belə alış-veriş eləmək olar. Mən əsas bu fərqi makyaj və sair alanda hiss elədim. Gördüm ki, Almaniyada aldığımdan bir 5-6 avro daha bahadır İtaliyada. Daha sonra artıq geyim və sair baxanda gördüm ki, doğrudan da İtaliyadan fərq eləyir. Ona görə Milanda alış-veriş eləmək mənim üçün, yəni belə sırf alış-veriş üçün ora getməyim düşünürəm. Önəmli deyil. Önəmli deyil. Hə, başa düşdüm. Yazdım bunu bir yerə. Outlet City, Stuttgartda 45 kilometr məsafədə. Yəni çox maraqlı, məsələn, çox maraqlı bir faktdır. Yəni ki, bu yaxınlarda səfərimiz olduğumuz zaman, yəni onu dəyərləndirmək lazımdır. Sənə daha çıxartmaq olmaz orada. İkinci məni varih eləyən məsələ nədir? Adətən SMM mütəxəssisləri biz dəvət eləyəndə o qədər də danışmağa həvəsli deyirlər. Sizin Azərbaycan diliniz çox gözəldir bu arada. Yəni həm də çox yaxşı danışırsınız. Buna görə sizə təşəkkür eləyirəm. Mənim diqqətimi bir şey cəlb elədi. İndi uzun illərdir bu yol əhvalatını təqdim edirik. İtaliyadan danışmağa gələnlər adətən sizin bəyənmədiyiniz Milan, Roma haqqında daha çox söhbət açırlar və digər çox populyar şəhərlər var ki, ondan danışırlar. Mən indi siyahıya baxıram. Görürəm burada Maranello adında bir şəhər var. Maranello harda yerləşir, hansı şəhərə yaxındır və orada bir Ferrari şəhərciyi var. Lətifə xanım Ferrari şəhərciyində də olub. Mən hətta Ferrari şəhərciyində öz maşınımla və Azərbaycan nömrəsindən olmuşam. Abi nətər olur bu təyyarə? Bir dəqiqə bu maraqlı məsələdir. Biz 3 il qabaq öz avtomobilimlə Avropa səyahəti planlaşdırmışdıq və o səyahətdə biz İtaliyanı belə deyim qarış-qarış gəzmə imkanımız olmuşdu. Amalfi,
və sair gəzirdik və biz Pagani şəhərində qalırdıq. Pagani şəhəri Amalfinin yuxarı hissəsində yerləşir, amma Pagani brendindən heç bir əlaqəsi yoxdur. Sadəcə bir şəhər adıdır. Yəni söyləşə bizə şu brendi tanımadıq. Avtomobil brendidir, lüks bir avtomobil brendidir. Lüks. Deməli 3 il bundan əvvəl öz avtomobilinizlə yəqin ki Gürcüstana keçirdiniz avtomobili. Gürcüstandan başladı səyahəti. Gürcüstandan başladım və oradan keçdik Türkiyəyə, Türkiyədən səhv eləmirəmsə Rumıniya və s. Bu ailənizlə birlikdə səyahət edirdiniz yoxsa rəfiqələrinizlə mi? Yəni avtomobili siz özünüz idarə edirdiniz? Yox, mən idarə eləmirdim. Ona görə maraqlı məsələ. Yox, mən sadəcə orada belə deyim, yoldan həzz alırdım. Və biz İtaliyaya çatanda biz Yunanistan üzərindən avtomobili yerləşdirdik və Bari şəhərindən götürdük. Elə olanda da planımız var idi ki, ümumi gəzək belə Amalfi, Roma, Venesiya filan. Gəzəndə elə oldu ki, belə maraqlı bir şəhər qabağımıza çıxdı, Maranello adında və Ferrari şəhərciyi kimi gedirdi. Bizə də çox maraqlı oldu ki, ümumiyyətlə bu Ferrari şəhərciyi necə bir şey ola bilər? Ferrari satırlar orada, yoxsa insanlar oranı sevir, necə bir şeydir? Ferrari'nin ölü xanası. Ola bilər, niyə də yox? Hətta təsəvvür elə. Biz getdik, elə zavodu oradaydı. Elə dediyimizə hardasa gəlir çıxır. Onun böyük zavodu var imiş. Yəni avtomobil həvəskarları daha çox bilər yəqin ki bunu. Mən belə ümumi görüntü olaraq danışa bilərəm ki, avtomobil zavodu var idi. Daha sonra onların muzeyi var idi və şəhər ümumiyyətlə Ferrari'nin üzərində qurulmuş kimi idi. Avtobusların üstündə Ferrari loqosu, üstündə onların reklamları, hər yerdə məsələn kafelər var. Kafelerin çoxsunun loqosu elə Ferrari loqosudur və müxtəlif mağazalar var ki, siz orada avtomobil oyuncaqlar ala bilərsiniz. Yəni real Ferrari ala bilmirsə, elə oyuncaqla başınızı qata bilərsiniz. Məsələn, biz də ora girəndə orada divarda çoxlu pullar var idi. Hər ölkədən gələnlər pulunu verirdi ki, ora assınlar. Baxdıq ki, Azərbaycan yoxdur. Tez 1 manat çıxartdım ki, onu ora qoymalıyıq. Biz də onu taxdıq. Gördük ki, belə tək bizdə oldu və növbəti il dostlarımız ora gedəndə təzədən o mağazaya getdilər və gördülər ki, bizdən başqa hələ də gələn olmayıb. Bəlkə də gələn olub, amma artıq görüb ki, orada Azərbaycanlı kimsə olub. Və o şəhər balaca olsa da hamı demək olar hamı Ferrari'də işlədiyi üçün hamının forması da qırmızı rəngdə idi. Elə bir şəhərdə baxırsınız ki, hamı eyni formada geyinib, restoranlar, kafelər, daha sonra mağazalar hamısı eyni formadadır. Hər yerdə Ferrari loqosu var və orada bir dənə də mənim maşınım keçir oradan başqa bir nömrə ilə. Elə bir günlük bir tur eləmişdik ora. Yəni yalnız İtaliyaya getdiniz, gəzdiniz, sonra yenidən qayıtdınız Azərbaycana, yoxsa başqa ölkələrə də getdiniz? İtaliyadan sonra keçdik Fransaya, getdik orada Nicedə, Kanda gəzdik. Daha sonra qayıtdıq İsveçrəyə. İsveçrədən sonra qayıtdıq Almaniyaya, Almaniyadan Avstriyaya və Avstriyadan da artıq yavaş-yavaş gəldik Bakıya doğru. Mən bilmirəm kim idarə eləyirdi bu avtomobili, amma o həmin şəxsə mən böyük salamlarımı çatdırdım. Onda böyük bir səbir var. Yəni bu boyda yolu getmək, yəni elə-belə bir məsələ deyil. Bilmirəm, adamı siz nəyə hazırlayırdınız ki, öz avtomobili? Yəni avtomobil sevən birisi olduğu üçün düşünürəm ki, o qədər də çətin olmamalıdır ona avtomobil idarə eləmək. Yəni mən bir neçə dəfə təkidlə dedim ki, mən sürüm, bəlkə mən, amma dedi ki, yox. Ona görə mən də bir dəfə yox, 2 dəfə yox, ancaq şəhərlərdə şəkil çəkdirmək üçün maşın sürürəm. Yaxşı, hansı şəhərdə parkinq daha baha idi? Yeri gəlmişəm və parkinq tapmaqda çətinlik çəkirdiniz? Biz əslində qorxurduq biraz parkinq məsələsindən. Çünki səhv yerdə saxlasaq, maşını aparsalar biz onu necə tapacağıq, necə olacaq heç bir fikrimiz yoxdur. Çünki nömrəmiz də Azərbaycan nömrəsidir. Biraz ondan narahat idik. Mən düşünürdüm ki, ən bahalısı İsveçrədə olar. Amma İsveçrədə ödənişsiz saxladıq. Çünki qaldığımız yer o qədər baha idi ki, o bizə parkinqi verdi ki, saxlayın. Ki siz saxlaya bilərsiniz. Ya İsveçrədə hansı şəhərdən söhbət gedir? Yəni Zürih deyil bu yəqin ki. Biz Ceneva getdik. Sonra oradan Interlakenə getdik. Sırf Interlakendə qaldıq. Çünki Cenevada çox belə maraq doğurmadı mənə. Sözün açıq maraqlı bir şey yox. Oradan sonra Ümumiyyətlə İsveçrə təbiəti istənilən hər yerə əladır. Yəni Interlaken elə idi ki, biz ora getdik, belə gəmi turu və s. çox gözəl bir yerdir. Ümumiyyətlə kimsə İsveçrəyə yolu düşsə, düşünürəm ki, sırf o Cenevra, Zürih
yox, Interlakenə getməlidir. Çünki çox gözəl bir yerdir və biz də orada qaldıq. Orada qalanda məsələn görürdüm ki, paraşütlə tullanan kim, yəni çox fərqli bir ab-havası var idi. Orada qaldığımız yer baha idi. Amma parkinq ödənişsiz idi. Parkinq düşünürəm ki, ən bahalı ola bilər. Yəqin ki, İtaliyada ola bilər yenə də. Əsas İtaliyanın pullu yolları baha idi digər ölkələrə nisbətən. Elə təxmini oradan dağılımda qalıb ki, parkinqi mənə elə gəlir ki, daha baha idi orada. Çox belə baxanda hiss eləmək olmur, amma çox kaprizli səyahətçilərdə hər yeri bəyənmirsiniz siz. Necə o tapırsınız məkanları ki, həm də peşman olmayasınız. Dostlarınız da burada əziyyət çəkə bilərlər. Məsələn, kimsə sizə təklif eləsə ki, gedək məndən filan yerə, çox bəyənəcəksən, getsən, bəyənməsən, vəssalam da adamında ruh düşkünlüyü yaranır. Yox, məncə o olur deyirlər ki, insan tanımaq. Məncə onda siz insan tanımırsınız. Çünki mən çox rahat insanam. Eynən, mən istədiyim 7 ildir bərabər işləyirik, hələm də mənə tanımır. Mən bəlkə də ən kaprizi olmayan insan ola bilərəm. Yox, mən niyə söz dedim? Belə başa düşdüm ki, hər şəhəri bəyənmirsiniz. Məsələn, yüzlərlə insanın bəyəndiyini siz qəbul eləmirsiniz, xoşunuza gəlmir o baxımdan. Xoşuma gəlməyəndə artıq ora getmirəm. Mən düzgün başa düşürəm. Yox, sən başa düşmürəm. Narahat olmayın o cəhətdən. Prosta deyirəm ki, yəni uzaqdan bəlkə də elə soyuq görüntü yarada bilərəm, amma ki, səyahətdə problemim yoxdur. Yəni mən səyahət vaxtı sadəcə biraz acanda ola bilər ki, yemək tapmalıyam həmin an, amma Bizdə Cavid də elədi. Hə, biraz elə ola bilər. Yəni mən də bu kartofla filan başımı qatmaq olar. Yəni o dərəcədə rahat bir şey idi. Mən məsəl üçün əgər bir şəhəri ümumiyyətlə sevmirəmsə, hansı ki o Milandır mənim üçün, mən ora getməməyə çalışıram sadəcə. Məsələn, rəfiqələrimə dedim ki, siz gedin Milana, mən getməyim də. Yəni siz gedin orada əylənin, sonra gələrsiniz mənim yanıma, mən sizi əyləndirəcəm də. Mən sizi daha yaxşı maraqlayım. Yaxşı, Milanı bəyənmirsiniz, bunu başa düşürük, amma bəyəndiyiniz İtaliyanın hansı şəhəri var, bu haqda danışarıq. Lətvə Qarayeva bizimlə bərabərdir, travel blogger və biz çox üzr istəyirəm, yenidən qayıtmalı olacaq Yaponiyaya və Yaponiyada olduğunuz zaman ilk dəfə zəlzələni orada hiss eləmisiniz. Yəni indiyə kimi zəlzələ görməmişdiniz siz? Xeyr, görməmişdim. Necə baş verdi bu? 24 ildə ilk dəfə elə Tokyoda zəlzələni hiss elədim. Bizdə orada elə idi ki, səhər saat 5 civarları idi. Ümumiyyətlə Yaponiya belə zəlzələləri ilə məşhur bir ölkədir. Amma ki, bunun təhlükəsizliyi üçün orada səhv eləmirəmsə, binalarda xüsusi bir sistemlər var ki, insanlar yəni narahat olmasın, təşvişə düşməsin. Və mən də birdən elə hiss elədim ki, belə biz yellənirik. Yəni əməlli başlı bir hiss olunurdu. Hə, əməlli başlı hiss olunurdu və ümumiyyətlə Yaponiyada olan evlər, yəni bunu ən çox Tokyoda hiss elədim, çox balacadır, ensiz və balaca. Və mən başladım bütün öyrəndiyim, bu günə qədər öyrəndiyim bütün məlumatları ki, nə bilim, kravatın altına girmək, nə bilim, stolun altına, orada nə stol var, nə bir şey var. Dedim, yəni heç nə eləyə bilmərəm də bu dəqiqə. Yaşadı gizlənməz. Yəni yoxdur da yerdə. Onlar elə bir hal yaradıblar ki, belə olanda insan qorxmasın. Belə ona görə yerimdə elə qaldım. Dedim inşallah bitər də və bitdi. Bildiyiniz bütün duaları oxudunuz. Hə, bir dəqiqə sonra dayandı hər şey və mən baxıram pəncərədən ki, bəlkə kimsə çölə çıxıb, nəsə bir təşviş var. Gördüm ki, heç nə. Doğrudan da burada çox adi imiş o hal və ondan sonra elə mən də onlara uyğunlaşaraq elə durdum, hazırlaşdım, çıxdım şəhərə. Elə bil ki, səhər belə bir hadisə olmayıb. Elə bil ki, hər səhər belə oyanılır. Hə, elə bil ki, səhər belə oyanmaq lazımdır. Hər səhər belə insan oyananda daha yaxşı hiss elirmiş. Yəni elə hiss elədim. Və növbəti günlərdə fikir vermədim. Daha sonra biz digər şəhərlərə gedəndə xəritəyə baxırdım. Xəritədə görürdüm ki, zəlzələlər baş verir ətrafımızda, amma biz artıq onu hiss eləmirik. Yəni bu biraz elə bir zəlzələ idi ki, onu biraz da olsa hiss eləmiş oldum. Burada bir məsələ var. Yaponiyaya, xüsusi olaraq Tokyoda deyirlər ki, kifayət qədər bahalı şəhərdir. Yəni nə dərəcədə bu fakt düzdür? Yəni siz turist olaraq bunu hiss edirsiniz yoxsa yox? Mən düzünü desəm o qədər də çox hiss eləmədim. Hətta təzə-təzə gələndə biz qorxurduq ki, orada bizim çox xərcimiz çıxacaq. Hətta Avropada çıxan xərcdən daha çox xərcimiz çıxacaq, amma elə olmadı. Daha az xərcimiz çıxdı. Çünki yemək uyğun qiymətə idi, alış-veriş ümumiyyətlə çox uyğun qiymətə idi. Yəni daha çox bizim öyrəşdiyimiz bu brend ayaqqabılar orada
yəni Qəpik qurur. Yəni 40-50 manat arasıdır. Hansı ki burada 200 manatdır məsəl Bəs üçün. dünyanın ən bahalı şəhəri elan olunmuşdu Tokyo. Maraqlı məsələdir. Orada qalmaq yeri bahadır və uçuş bileti bahadır əsasən. Qalan transportu biz metro ilə həll eləyirdik. Bəlkə ola bilər ki, metro ilə o basa-basa necə binirdiniz? Orada basa-bas yox idi. Bəlkə də siz o trafik vaxtını yəqin düşünürsünüz. Yəqin ki biz o vaxtda düşməmişik, çünki bizim üçün çox rahat idi. Düzdür, o metro sistemi gördüyüm ən çətin metro sistemi idi, amma ki ümumi belə həm rahat idi, həm təmiz baxımından, yəni bizim heç taksiyə ehtiyacımız olmadı. Amma biz hava limanından otelə taksi ilə gəlmək istəyəndə mən gördüm ki, kifayət qədər bahadır. Ona görə ümumi taksidir, oteldir və təyyarə biletini nəzərə alsaq bahalı şəhər demək olar. Ümumiyyətlə bahalı ölkə demək olar. Amma yəni ümumi yeyib içmək və alış-veriş üçün düşünürəm ki, elə də baha bir ölkə deyil. Lətifə xanım, çox adamlar deyirlər ki, biz Yaponiyaya gələndə elə bir ayrı bir dünyaya düşmüşük. Bunu deməkdə səbəbləri nədir? Yəni insanların həddən artıq nəzakətli olmağı, yoxsa doğrudan da Yaponiya texnoloji həllərin bir ölkəsidir? Mən düşünürəm ki, ora gedəndən sonra insan bununla bağlı bir hissiyat hiss eləyə bilər və mən orada hiss elədiklərimi düşünürəm heç kimə çatdıra bilmərəm. Birinci dediyiniz insanların çox nəzakətli olmağı, yəni daimi olaraq əslində mən bir çox yerdə oxumuşam ki, depressiv insanlar çox olduğundan bağlı. Amma bilmirəm niyəsə, bəlkə də mənim qabağıma çıxmadı. Çox belə gülərüz, çox səmimi insanlarla qarşılaşdım. Həmçinin şəhər o qədər fərqli görsənir ki, yəni uşaq vaxtı baxdığımız bu çizgi filmlər və s. burada gördüklərimizi elə bir real həyatda görürsüz kimidir və texnologiya barəsində də, yəni elə bir küçələr var ki, orada səhv eləmirəmsə Asakusa gedirdi küçənin adı. Yəni baxırsan hər yer işıqlıdır, hər yerdə bir belə işıqlar, belə rəng var hər yerdə və o rənglər səni boğmur. Mən hər şəhərin özünün bir aurası olduğuna inanıram və onu da görürəm. Məsələn, necə ki biz Berlini divarda bu belə şəkillərlə onlarsız təsəvvür eləyə bilmirik. Elə düşünürəm ki, Yaponiyada biraz bu işıqlar, böyük reklamlar və s. bunsuz təsəvvür eləmək olmaz. Əsasən Tokyonu daha doğrusu deyərdim. Yəni mən Tokyoya girəndə birinci bunlara belə gözümdə ürəklə baxırdım ki, necə gözəl bir şəhərdir və mən bu günə qədər getdiyim heç bir şəhərə oxşamır. Ondan sonra artıq Kyotoya, Osakaya getdim, amma hələ də qəlbim bir Tokyo tərəfdən döyünür. Daikoko turları, bu barədə dedik, danışaq. Nədir ki bu turları? İlk belə deyəndə dedikodu oxşuyur, Daikoko falan, əlaqəsi yoxdur çox güman ki. Heç bir əlaqəsi yoxdur. Bu hal-hazırda bizi avtomobil həvəskarları əgər dinləyirsə, onlar bilir ki, Daikoko haradır və necə bir yerdir. Əgər bu Fast and Furious-a baxmısınızsa, düz deyirəm, ümid edirəm, ona baxmısınızsa, onun bir hissəsi Tokyoda çəkilib və Tokyonun əsas küçələrindən biri sayılır. Bəli, orada çəkiliş olub, amma Daikoko sırf bu bilmirəm, düzgün yerə tələffüz edirəm yoxsa, GDM avtomobillər var, hansı ki spesifik yığılır Yapon avtomobillərinə. Onların özləri nümayiş etdirdikləri bir yerdir. Düzü axşam saatlarında da çox. Axşam saatlarında ora elə bil ki, böyük bir dənə körpüdür. Körpünün altı yalnız yığılma avtomobillər və maraqlı avtomobillərlə dolu olur. Ora əslində normalda deyirlər ki, həftə sonu çox çılğın olur, amma biz həftə sonu artıq Tokyoda olmayacağımız üçün həftə içi getdik və mən düzü çox istəmirdim ora getmək. Düşünürdüm ki, yəni o qədər də maraqlı olmaz, amma bir tanışım təkidi ilə biz o Daikokuya getdik və gedəndə baxdım ki, doğrudan da çox fərqli görsənir və avtomobil həvəskarları o qədər çox idi ki, orada, yəni hərəsi biri avtomobilin yanında şəkil çəkdirir, biri oradan qaz verir və s. Yəni o abu-havaya düşürsən istər-istəməz və onun yanında da Yaponiyada məşhur olan spesifik mağazalar var. Bu girib atışdırmalıq və s. ala biləcəyin. İnsanlar gedir, oradan alır, gəlir, dostlarıyla söhbət eləyir. Daha çox o avtomobil sürənlər elə bil öz dost ətrafından gəlir orada biraz söhbət eləyir və insanlara onların toplaşdığı məkandır. Hə. Need for Speed oynamısan da yəqin ki. Əlbəttə ki. Orada var o məsələ. Real variant. Saxladığı yerlərdə orada dayanırlar və biz oradan qaydanda artıq tunellərdən filan keçirib, onlar tunellərdə başlayırlar yarışmağa.
Yəni əsl O o Need for səs-küy. Speed hissəsi. Səs-küy bütün tuneli örtür və yanından baxırsan ki, avtomobillər belə ötüşə-ötüşə keçirlər. Yəni çox belə maraqlı bir şey idi və onların mədəniyyəti halına gəlmiş bir şey olduğu üçün, yəni çox maraqlı idi. Ümumiyyətlə o tip maşınları şəhərdə də görmək olur. Amma ora spesifik bir maşınla Məhz yarışmaq üçün. Əslində bu qanunsuz yarışlardır. Mən səni biləsən. Rəhman birdən sən də deyəsən ki, mən də orada maşın sürüm. Yəni belə şeylər etmək olmaz. Çindən söhbət eləyəcək yeri gəlmişkən mən Lətifə xanımın istəyirəm biraz Çindən danışaq. Çünki Çinə artıq vizasız gediş-gəliş var və bir çox insanlar ora gedir, amma hər dəfə gedəndə biz unuduruq ki, Çinin istər ödəniş sistemində, istər yazışmalarında, məsələn, WhatsApp falan işləmir orada, əgər VPN yükləməmisənsə. Əslində Çinlə bağlı əsas məsələ odur ki, siz əgər istəsəz orada sim kart ala bilərsiniz, amma elə olduğu halda VPN-ə ehtiyac var. Əks halda əgər eSIM-iniz varsa, heç bir VPN-ə ehtiyac olmur. Bütün proqramlar işləyir. Yəni məndə eSIM-lə çox rahat idi. Onlarda yəni əsas eSIM varsa VPN falan VPN-ə ehtiyac yoxdur. Çinlə Yaponiyanın əsas fərqi dil barəsindədir. Yaponiyada məsəl üçün mən heç əziyyət çəkmirdim. İngilis dilində hər şeyi başa salmaq olurdu. Amma Çində təəssüf ki, ingilis dilində demək olar ki, heç nə bilmədikləri üçün mən orada çox əziyyət çəkirdim. Yalnız tərcümə proqramlarından danışırdıq. Əsas fərqlərdən biri buydu. Ümumi Çinlə Yaponiyanı qarşılaşdırsam, hər ikisinin bu hava limanındakı prosesləri falan hər şey eynidir. Şəhər baxımından ölkə baxımından daha doğrusu düşünürəm ki, Yaponiya daha maraqlıdır. Amma mən Çin üzərindən getdiyim üçün düşünürəm ki, bu daha sərfəlidir. Çin üzərindən Azalla gedib, oradan da başqa bir hava yolu ilə mən Yaponiyaya getmişdim və həmçinin bunun geri qayıdışında o formada eləmişdim. Yəni ümumiyyətlə hal-hazırda Çinə viza olmadığı üçün düşünürəm ki, hər kəs Çinə getməlidir, rahat gedib gələ bilər və onun üzərindən də artıq siz Koreyaya və Yaponiyaya planlarınızı rahat qura bilərsiniz. Bəzən deyirlər ki, əgər alış-verişə getməyəcəksənsə, Çində nə işin var? Yəni düzgün yoxsa yox? Yəni mütləq gərək. Mən düşünürəm ki, Çinin kəşf edilməyən çox şəhəri var və mənim məsəl üçün mən sadəcə 2 şəhərində olmuşdum, Pekin və Şanxay. Şanxaya gedənə qədər Pekinin daha qədim bir şəhər, yəni Çin mənim təsəvvürümdə Şanxaya qədər tam fərqli bir ölkə idi. Artıq Şanxaya çatanda mən başa düşdüm ki, necə fərqli bir şəhərləri var və mən hələ ikisində olmuşam. Bunun daha alış-veriş yönümlü şəhərləri var, daha sonra daha təbiət yönümlü şəhərləri var, pandaların olduğu şəhərlər var. Sadəcə hər biri biraz uzaqda yerləşdiyi üçün nisbətən çətindir getmək. Amma Şanxay ilə Pekinin əsas fərqi odur ki, Şanxay daha belə texnologiya baxımından daha inkişaf eləmiş hiss elətdirir. Daha böyümüş şəhər, metropoliten şəhər kimi hiss elətdirir. Pekin amma daha tarixi olan, daha tarixi yerləri görmək, belə deyim, muzeylər və s. bunlarla məşğul olan bir şəhər kimi ağlımda qalıb. Qadağan edilmiş şəhər qeydi gördük orada. Onların, yəni mən qadağan edilmiş şəhərin belə deyim, ətrafı və parkın içərisində gəzmişəm. Yəni orada çox güman ki, tarixini o qədər də bilmirəm deyə yalan danışmaq istəmərəm. Amma ki, qədimlərdə olan saray tipli yerlər sırf o qadağan şəhərin içərisindədir və oranın çıxışında da bir şəkillər var. Şəkillər də çox güman ki, sırf onunla bağlı olan bir şeydir. Hara yaxındır? Nə şəkillərdir bu? İmperatorun şəkillərindən söhbət gedir. Okey. Yəni o şəhərə qoymurlar. Yox, girə bilirsiniz. Yəni turistik bir. Sadəcə adın qadağandır. Sadəcə adı qadağan şəhər. İmperatorun vaxtında qadağan idi. Bildim. Tam olaraq indi necə deyirlər? Yəni sadəcə adı elədi. Amma belə giriş, yəni muzey deyəndə, yəni ödənişlə siz giriş edə bilirsiniz sonra. Hansı şəhərə yaxındır? Hansı şəhərin içindədir? Pekin içində. Pekin içindədir. Ümumiyyətlə tarixi yerlərin çoxusu Pekinin daxilindədir. Yəni bizim o Google-da Pekin yazanda çıxan ya da Çin yazanda çıxan şəkillərin çoxusu elə Pekinin daxilində olan yerlər, ərazilərdir. Bəli. Mənim ən sevdiyim ümumiyyətlə mən Asiya tərəfi heç vaxt
planlaşdırmamışdım getməyi. Hər dəfə düşünürdüm ki, yəni ora getsəm mən yemək tapa bilmərəm və s. Çünki qurman bir insan deyiləm. Necə deyirlər, uşaq menüsuna qidalanan bir insanam. Kartof, toyuq bu tipdə. Happy meal olsa bəs eləyir, hə? Yəni mənim üçün çox belə kasad bir yemək zeyim olduğu üçün mən düşünürdüm ki, ora gələndə ac qalaram. Ona görə özümlə Pekinə gedəndə tuna aparmışdım, nə bilim belə krakerlər aparmışdım ki, birdən də içdi ac qalaram. O da ki, ilk getdiyim gün də oradan da ac qaldım. Çünki tapa bilmirdim nə yeyə bilərəm. Sonda McDonald's-a gedəndə mən orada gördüm ki, onların spesifik bu dadları var ki, yəni belə deyim, ədviyyatlardır, qəribə bir hiss elətdirir. Biraz şirin tam gəlir. Yəni çörək aldım, çörək şirin tam gəlir. Biraz ona görə düzünü desəm çətinlik çəkdim. Peşman deyirsiniz ki, özünüzdən yemək aparmışsınız. Yox, sonra Azərbaycan restoranı tapdım orada. Axır Azərbaycan restoranına gedəndə təzədən öz yeməklərimə qovuşdum, yəni ac qalmadım sonda. Pekin ördəyi nə üçün yeməmisiniz? Olan yaxşı bir ördəyi var. Pekin ördəyi. Pekin ördəyi üçün biz çox məşhur olan... Ya biz uşaqlıqda Rəhmanla onu qidalanmışıq. Mən səhər Pekin ördəyi yeməsəm pis olaram. Mən düzü biz axtardıq və çox məşhur bir yer tapdıq ki, çox dadlı və s. belə. Sadəcə biz 13 nəfər idi, 13 xanımla getmişdik və... Neçə nəfər? 13 nəfər. 13 nəfər. Və getdik Pekin ördəyi Elə bir Pekini zəbt eləməyə getmişdi. Onun kimi bir şeydir elə. Getdik Pekin ördəyi yeməyə və biz restorana girəndə indi başa salmalıyıq ki, yəni mən yemirdim əlbəttə ki, amma digər xanımlar Pekin ördəyini sümüyünü ayırmamaq başa salmaq istəyirdilər ki, tam gəlsin Pekin ördəyi və bunu da ingilis dilində başa düşmədikləri üçün başladılar əl-qolla başa salmağa. Nə bilim, belə göstərirlər, elə göstərirlər. Yəni heç cürə biz başa sala bilmədik. Daha sonra artıq belə oturdum, dedim, bəlkə tərcümə ilə başa salaq. O da tərcümə ilə başa salanda yenə başa düşmədilər və ümumi Pekin ördəyi gəldi. Ümumiyyətlə orada çox gülməli anlar olmuşdu. Həmin anlar yadıma gələndə, yəni mənim üçün çox əyləncəli bir səyahət idi. Amma yəni təəssüf ki, mən Pekin ördəyinin dadına baxmadım. Düzdür, hələ də peşman deyiləm baxmadığım üçün. Yox, niyə? Dadı yaxşı deyil. Yəni mən sadəcə qorxuram yeməkləri dadmaqdan. Hə, onların yerli mətbəxindən birdən ancaq onlar deyil. Pis təsir göstərir. Belə səyahəti nə qədər sevsəm də fərqli təamlara o qədər açıq deyiləm. Yəni birdən xoşuma gəlməz deyinə. Bildiyimiz ördəkdir. Qardaş düz deyir də, öz sağlamlığını qoruyur da. Nəyinə lazım yesin orada, nə bilim, ördəkdən və ya Yaponiyada sushidən və s. və ya. Bu arada yeri gəlmişkən, Yaponiyada deyəsən sushi ancaq bizdə var. Heç Yaponlar deyəsən sushinin araları yoxdur. Mən orada tapa bildiniz sushi. Mən sushi yemirəm. İndi qulaq onlar deyəcək bu nə yeyirəm, mən dedim də kids menu-dur məndə. Ümumiyyətlə orada mən daha çox wagyu əti görürdüm satılan. Yəni sushidən daha çox wagyu ətinlə məşhur idi mənə görə Yaponiyada. Onun dadına baxdım. Yəni deyirdilər ki, çox spesifik, çox bahalı bir ətdir. Amma onu belə çox balaca satırdılar. Dadına baxdım, biraz daha yağlı bir ət tamı gəlir. Fərqli başqa bir şey hiss eləmədim. Amma ki, yəni sushidən daha çox mən o wagyu ətini hər yerdə görürdüm. Bir də onlar bu dəniz məhsullarını çöllərdə görürdüm ki, qızardıb satırlar da fərqli. Yəni yerdə bizim dönərləri əvəz edir, onlar da dəniz mətbəxi kimi, hə. Dostlar, xatırladım ki, qonağımız Lətifə Qarayevdir. Çox maraqlı söhbətlərinizə görə təşəkkür edirəm. Biz sizə nə arzu edə bilərik? Çoxlu səyahət edib, növbət dəfə yenidən sizinlə görüşək. Görə sizinlə həm söhbət olmaq kifayət qədər çox maraqlıdır. Bu arada onu da xatırladım və xatırladım ki, dostlar, sabahları seyfimizdə 700 manat pul var və 700 manat uğrunda mübarizəyə qatıla bilərsiniz. Əgər efir yazımızı dinləmək istəyirsə, bir neçə dəqiqədən sonra, bir neçə daha doğrusu saatdan sonra, dəqiqə deməyim, mən də SMM komandasını yükləməyim. Və bu YouTube-da, o cümlədən TikTok-da, Spotify-da, Apple Podcast-da dinləmə imkanlarınız var. Təşəkkürlər. Təşəkkür. Bu səhəri bizimlə bərabər açdığınıza görə bir daha sizə çox sağ ol deyirik. Dostlar, sabahları eyni vaxtda eşidilmə ümidi ilə. Hələlik. Çox sağ olun, hələlik.